Brawl Stars bölümünden herkese selam dostlar. Uzun bir aradır ki videolara biraz ara vermiştim ama yeniden geldim. Video fikri tapamıram diye videolar çekmirdim. Ama artık tezlikçe video fikirleri olur. Onda da yeni videolar da gələcək inşallah. Ve bu videomuzda ise benim bazı hesaplarıma veren şanslı gün ödülünü alacaq Supercell'in verdiği ve gördüğünüz kimi adıma baxdıqda yan hesabımdır bu, çünkü ana hesabım həmişə olduğu kimi şanssızdı, ona şanslı gün falan vermədilər və indi isə bu şanslı günü tamamlayacaq sizlərlə birlikdə. Bu yeni ildə gələn qutudur məncə. O birisi star elləri də bilmirəm, rənglidir, heç açmamışam. İndi ise onları oynayıp atacağız inşallah ve videomuza geçmemizde de bu tür videonun devamı için kanalıma abone olmayı ve bu videoya like atmayı unutmayın. Ve hazırsınızsa geçecek videoya. İlk önce buradan hediyelerimizi alaq ve başlayaq. Ve dostlar ilk oyunumuzdan başlayaq. Ve dostlar gördüğünüz kimi oyunumuz açıldı. Bu oyunda birinciliği lazım değil. Aslında ilk 4'e girsək də hediyeni bize verəcək, ama yine de birinci olmağa çalışaq. İndidən 7 nəfər qaldı. Mən Colt'la girmişəm, heç açıb. Şeli ve ilk 5 nəfər ve 1 nəfər də ölsə əla olacaq uşaqlar. Burada adam var deyəsən. Yox imiş. Hayda, 1 nəfər öldü. Keşke. Colt alaram mı? Öldüm. Heç olmaz dostlar, dediğim kimi ilk 4'e girsək bizə bəs elədi və biz də ilk 4'e girdik. İlk kutumuzdan başlayaq. Hadi bir bu videoda efsanevi yazdıraq deyəcəydim ki, Önder yazdı. Yenə şans bizdən uzaqdadır və bu sıra diyesində açacaq. Rəhli sıra diyesi bilmirəm bu nədir və rəhli sıra diyesi üçün oyunumuza başlayaq. Ve dostlar gördüğünüz kimi oyunumuz açıldı. İkinci oyunumuz rəhli stratejisi üçündür. Adını bilmirəm deyə rəhli stratejisi deyirəm ona. Adını bilənlər onu yorumlarda yazsın. Və indidən 8 nəfər qaldı. Haydi ilk 4'e girək. Və 2-3'ümüz oldu. Buradan Dynamite, Mazy. Mazy aldım mı Mazy'ni? Mazy'ni alamadım. Bir tane alaram onda, heç olmaz. Cüzlər deyəndə belə normal oynuyorlar. Mən bot bilirdim çünkü hesabımın çox pasta yoxdur. Və ilk 4'e girdi uşaqlar. Haydi bu da məni öldürər. Niyə öldürdü? Və dostlar gəldik rəhli stratejimizi atmağa. Və indi isə buradan gələr rəhli stratejimizi ataq. Bilmirəm bu nədir, amma maraqlı gəldi. Ender bu nədir? Super Ender destansı da kaldı. Nədir? Güc puanı verdi uşaqlar. Tam belə baş aça bilmədim nədir. İndi isə gələk burada yeni ildə verən kutunu açmağa. Dostlar 3-cü oyunumuzda açıldı. 3-cü oyunumuzda da yeni ildən verən kutu üçün oynayacağıq. Buradan Edgar alabilsəm yaxşı olacaq və Edgar 100 can. Hadi Edgar öl. Öldüremedim Edgar'ı. Keşke öldürdüm. 6 nefer kaldı. Son 5. Haydi son 4. Buradan bu Edgar'ı alsam son 4 olacak. Haydi. Üstüme hoppanma. Keşke Colt var, beni almasın ve ilk 5'e girdik. İlk məğlubiyyətimizi aldı uşaqlar. Ama yenə də heç nə olmaz. Tezliklə 3-cü qalibiyyətimizi almaq üçün giririk. Dostlar indi isə oyunumuz açılmağını gözləyirəm. Və dostlar gördüyünüz kimi oyunumuz açıldı 3-cü kutu uğrunda. Amma əslində 3-cü oyunumuz bir yağ olmalıydı. Oyunu da uduzdum. Amma yenə də heç nə olmaz uşaqlar. Hələ ki yaxşı gedirik, belə də davam eləyək. Bu oyunda qalib olsaq. Colt'la girməməliydim. Colt oynayamıram. Colt çox pisdir. Oya, bu nə qədər vururuz, ayda öləcəm buna.
Ölmeyeyim. Canıma bak, canıma bak. Ayda Janet gelme, Janet gelme. Kaç. Ay kaç da yine. Yine məğlub oldu uşaqlar, amma heç nə olmaz. Gələk buradan karakterimiz dəyişək. Çox pis karakterdir o. Buradan Feng yox, Edgar yox, Albayrafla işte bu oynasaq əla olar uşaqlar və hələ də 3-cü hədiyyəmizi almamışıq. İndi isə 3-cü hədiyyəmizi bu oyun məncə alacaq, inanıram uşaqlar. Çünki Colt heç oynaya biləcəyim karakter deyil. Albayrafsa yenə də belə oynaya bilərəm məncə. Amma buradan Frank'i alaram mı? Yenə öldüm. Bu nədir uşaqlar? Nə oldu bizə? Bu karakter dəyişim yəni mən. Nə seçimi buradan? Emz yaxşı oynayaram mən. Zənnimcə. Emzin səviyyəsini də artıraq. Və dostlar gördüyünüz kimi 3-cü hədiyyəmizdə qalmışıq hələ. İndi isə 3-cü hədiyyəmizi son maçına girəcəyik əgər tamamlaya bilsək. Və gördüyünüz kimi dostlar oyunumuz açıldı. İnşallah bu oyunu qalibiyyətlə yerinə yetirərik. Girdiyimiz 3-dür oyunda uduzduq 3-dür. Aha. Amma bu oyun qazana bilərik. Aha. Son 5, haydi son 4. Son 4. Heç kim yoxdur çalda. Və son 4 oldu uşaqlar. Tezliklə girin burada qazda özümü öldürüm. Çünki bizə qalibiyyət lazım deyil əslində. Çünki videomuzun amacı orada hədiyyələri tamamlamaqdır. Və gördüyünüz kimi dostlar hədiyyəmizi açırıq indi. Haydi bir yaxşı, yararlı bir şey çıxsın. Efsanevi Super Ender də getdi. Çox şanssız gedir uşaqlar, amma heç nə olmaz. İndi isə gəldik buradan yenə o star hədiyyəsinə, o yanıb sönən star hədiyyəsinə deyə də bilmədim. Buradan bu star hədiyyəsini açaq və Super Ender yazdı. İndi isə dostlar girirəm yanıb sönən super hədiyyəsi üçün bir maçımıza. Dostlar gördüyünüz kimi 4-cü hədiyyə üçün oynadığımız maç açıldı və buradan da bu işi götürdüm. İndi son 9 nəfər qaldı. Bitə bu oyunu uduzmasaq əla olacaq. Aha. Emzi də çox xoşladım və oynaya biləcəyim karakterdir. Həqiqətən çox xoşuma gəlir Emz karakteri və son 7 nəfər qaldı. Əslində biz 4-cü olsaq da yetərdi. Buradan cini ala bilsəm. Aha, aldım cini və son 4 nəfər uşaqlar. Yenə 3-cü oyunumuzda olduğu kimi də özümü qaza öldürürəm. Çünki dediyim kimi bizə qalibiyyət lazım deyil və öldük və uşaqlar keçək indi yanıb sönən stratejimizi açmağa. İnşallah bu səfər nəsə çıxar. Çünki hələ də çox şanssız gedirik. Ender, Super Ender, Destansı da yandı və hadi bir şey çıx. 200 altın çıxdı uşaqlar. Çox şanssız gedirik. Mən bu yeni ildə verən qutudan bir şey gözləyirəm. Və gələk buradan bu star hediyələrimizi də açaq. Birikənləri. Burada 100 kredi, cinin də almağa çox qalıb, az qalıb daha doğrusu. Buradan da 100 kredini aldım uşaqlar. Və ciniyə son 11 istəyir, amma verməyəcəm çünki cini mən çox da xoşuma gələn bir karakter deyil. Və uşaqlar indi giririk yeni ildə verən o kutuya açmaq üçün son maçımıza. Və dostlar gördüyünüz kimi yeni ildə verən star hediyemiz üçün, star hediyesi yox, kutumuz üçün son maçı girdik, amma o kutu üçün son maç, yəni axırıncı hədiyəmiz hələ o yanıb sönən star hediyəsidir, amma indi bunu almaq üçün oynayacaq. Şelini alaram buradan və aldım şelini də. Mən indidən qazın yanına gedim, çünki onlar bir-birini öldürəcəklər. Haydi ölün. Ölüm de hadi.
Ayda gərək mən öldürmə gedib. Yoxsa olmayacaq. Aha, birbirlərini öldürürlər orada bunlar. Mən də burada qazın içində duracağam. Yox, aha, ölmədilər. Bu nədir? Niyə belə gec oldu bu oyun? Öldürün də bir-birimizi. Aha. Son 2 nəfər qaldı. Mən də girib özümü qaza öldürürəm həmənki kimi. Və belə spreyimiz var idi bizim amma. Və dostlar gəldik oktumuzu atmağa. Hadi bir qəşəng şey. Süper Ender, destansı. Destansıdan o yüzden getmir aşağılar. Bu nədir? Bu nə şanssızlıqdır. Və gəldik sonuncu hədiyəmiz olan yanıb sönən star hediyəsi üçün oynamağa. Burada da bir dənə star hediyəmiz var və efsanevi yazdı uşaqlar. Bilirəm ki, videomuzdan əlaqəsi yoxdur bu pasın, Royal Pass'ın, amma yenə də açdım, efsanevi yazdı uşaqlar və basım hadi bir karakter. Və karakter çıxartdı uşaqlar, belli çıxartdı. Xeyirli uğurlu olsun hesabımıza. Bu videonun da şanssızlığı belə idi, şanslılığı daha doğrusu belə idi. Orada hədiyələrdən bir şey vermədi, amma Royal Pass'dan bizə bir dənə belə qəşəng bir destansı bellini verdi. Dediyim kimi xeyirli uğurlu olsun və bunu da davam deyib. Keçirəm son maçımızı oynamağa uşaqlar və indi isə girək oyunumuza. Və dostlar gördüyünüz kimi son maçımız açıldı. Bu maçda inşallah layiqlə yerinə yetirəcəyik və burada bir dənə Poco var. Alabilsəm onu əla olacaq. Və aldım bunu da. Gəlmə də etmə. Aha. Öldüm Poco və son 6 nəfər qaldı. Haydi ölün. Burada kimsə var mı? Yoxdur. Və son 4 uşaqlar son hədiyəmizi aldıq. Haydi bu son hədiyəmizdən nəsə çıxsa çox əla olar uşaqlar, amma çıxmaya da bilər. İnşallah çıxar. Günlük hədiyələrimizdən nəsə bir şey çıxarda bilərik. Daha doğrusu şanslı gün hədiyələrimizdən və gəldik buradan da Ender, Süper Ender də qaldı uşaqlar. Və 100 altınlar bugün bizdən əl çəkmədi uşaqlar və gələk buradan bunu da alım. Nəysə dostlar, bir videonun daha sonuna gəlirik. Bu cür videonun davamı üçün kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Gələn videolarda görüşənədək.